Salam, hər vaxtınız xeyir olsun. Əziz dostlar, mən 2 gündür baxıram bu sosial şəbəkələrdə o Qazaxstandakı məsələ ilə bağlı bu qız uşağını burada götürüblər hoydu-hoyduya hamı. Başı çıxanda, başı çıxmayanda elələri var ki, lap böyük bir ictimai xadimlərdir, ictimai siyasi xadimlərdir. Mənim tanıdığım adamlar var. 30 illərdir. Bunlar da durublar həmin o qız uşağını orada nə bilim qınaq pribetinə çevirirlər, nə bilim sən erməniyə xal verdin, neynədin, nə qalmadın. Ay cəmaət, şəhidlərimizə hörmətsiz. Şəhidlərə heç kim hörmətsiz eləmir. Şəhidlərlə hörmətsiz sözünü yan yana gətirən sizlərsiniz. Birincisi sizlər üçün ayıb olsun. 1. 2. Biz erməni ilə sülh müqaviləsi bağlamışıq. Niyə bağlamışıq? Bağlamazdıq da. Cənab Prezident getdi Amerikada, Trumpla orada, Paşinyanla görüşdülər, imza atdılar. Niyə? Nara indi biz sözümüzdən vaz mı keçək xalq olaraq? Dövlətimizin rəhbəri getdi bu işləri gördü. Biz də ölkə ictimaiyyəti olaraq bir addım atmalıyıq. Onlar da bizə qarşı atmalıdır. Biz də onlara qarşı atmalıyıq. Bu şəhidlərə hörmətsizlik deyil ki, bugünkü sülh müqaviləsinin bünövrəsini Azərbaycanın şəhidləri təşkil edir. Əgər bizim bu şəhidlər olmasaydı, heç bugün sülh də olmayacaqdı. Düzdür, düz deyilmi? Şəhidlərin bu ruhları şad olsun. Onların hesabınadır ki, bu günləri torpaqlarımız işğaldan azad olur və bu sülh müqaviləsi imzalanıb Ermənistandan. Bundan sonra şəhid əskərlərimiz tələf olmayacaq, insanlarımız ölməyəcək. Bütün qazanclarımız millətin milli rifahı üçün xərclənəcək. Bu uşaq orada durub deyir ki, erməniyə 12 bal verir. Sabahda bir də görəcəksiniz ki, Ermənistan Qarabağ oyununda Azərbaycanı dəstəkləyir Avropanın arasındasa. Bunun da şahidi olacaqsınız siz. Bir halda ki, sülh müqaviləsi imzalanıb. Demək ki, biz neynəməliyik? Həm dövlət olaraq, həm xalq olaraq bütün dünya qarşısında üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik. Öhdəlik də nədən ibarətdir? Öhdəlik də ondan ibarətdir ki, biz Ermənistanı artıq düşmən, ondan sonra hər an belə onlara qarşı təcavüz eləyən bir dövlət kimi tanınmamalıyıq. Çünki öhdəlik götürmüşük üzərimizə. Ermənistan da götürüb. İndi biraz bu qız uşağıdır da, indi bu erməni, əvvəla bu gedib erməni qucaqlamadı. Erməni özü gəldi buna qarşı. Erməni qucaq açdı buna. Bu oturmuşdu bu uşaq orada. İndi biraz abardılmış forma çıxdı. Təbiidir, mən də Qarabağ müharibəsi iştirakçı olaraq, veteranı olaraq, nə bilim, əlili olaraq, mənə də ilk o görüntülər adama belə pis təsir edir. Amma siz burada çıxırsınız, boy bağırırsınız buradakı şəhid analarına hörmətsizlik, təxribat aparırsınız burada. Şəhid analarına niyə hörmətsizlik olur ki bu? Həmin yenə təkrar edirəm, o şəhidlərin ruhu şad olsun ki, onların şəhidlik zirvəsinə ucalmasının nəticəsidir ki, bu günləri biz bu sülhə qədəm qoymuşuq. Bəs Ermənistandan ictimai nümayəndələri gəldi Bakıya. Bizim təyyarə getdi, düşdü Ermənistanda. Bunlar nə məsələlərdir? Ay 30 ilin, 40 ilin ictimai siyasi fəaliyyətlə məşğul olan insanlar hansı ki burada danışırsınız. Və bu nə məsələdir? Demək ki, sülhə qədəm qoymalıdır. Üzərimizə götürdüyümüz öhdəliyi yenə təkrar elə, həm dövlət olaraq, həm də xalq, millət olaraq yerinə yetirməliyik. Burada agresiya nümayiş elətdirmək olmaz. Biz yenidən müharibəyə mi gedəcək Ermənistanla? Hə, ermənidir. Sən orada o münasibətləri nətər saxlayırsan saxla, amma içində qalsın. Bu aydın məsələdir. Heç kim demir ki, ged erməniyə qız ver, ermənidən qız al. Amma bu günləri bizim sülh müqaviləsi imzaladıktan sonra
aqressiya, müharibə, savaş təfəkkürü ilə Ermənistana qarşı hal-hazırda olmağımız, bunun fikrimizi bu belə nümayişyana göstərməyimiz hər yerdə, bu bizim üçün yaxşı hal deyil. Əgər sülh müqaviləsi imzalamışıqsa. Ona görə də indi mən də yenə təkrar eləməyə baxdım orada o qızla onun qucaqlaşmağı falan filan biraz insanda belə bir şey yaratdı. Amma ki durub dərindən durub düşünəndə görürsən ki bəzi şeylər var ki onlar lazımdır. Yalandan burada bəzi ictimai siyasi adamlar, yalandan bu sosial şəbəkələrdə vəngilləməyin yalandan özü üçün auditoriya toplayırsınız, reyting kazanırsınız, bəzi avam siyasətdən başı çıxmayan, ondan sonra ümumiyyətlə beynəlxalq aləmdən xəbəri olmayan insanları, kütləni, bəzi kütləni deyə əl üzdə saxlamaqdan ötürü, onların yanında reyting qazanmaqdan ötürü siz bunları vəngilləyirsiniz burada. Siz danışmırsınız, siz sadəcə vəngilləyirsiniz. Çünki siz bilirsiniz bu iş nə işdir. Siz bilirsiniz bu proses nə proseslərdir. İndi müharibəni biz təzdən başlamalıyıq. Təzdən biz gedək bura, savaş açaq. Yəni, bu nə təfəkkürdür, bu nə düşüncədir. Sirayət ediyorsunuz bu əhalinin arasına, cəmaatın arasına, danışırsınız, ağlınıza nə gəlirsə onu, qız düşmandır. Biri nə bilim o yandan deyir ki, şeydir, Paşinyan ona xalq arzusu versin. Səviyyə sıfırdır da, sıfır. Səviyyə sıfırdır. Nə olsun ki, indi çıxıblar kameranın qabağında birin Rauf Arfoğlu yetişdirib atıb ortaya, bir dənə Canan Şavarı, Nazik Qalıçlıq vurub vəngilləyir 5 ildə o Müsavat.com internet televiziyasında. Səsindən də adamın beyni başı gedir. Biri odur, biri nə bilim başqasıdır. Nə var o, nə istiyorsunuz ha kişi? Nə istiyorsunuz? Heç kim Erməniyə qız verib qız almır. Gedib qohum olmuruq onunla bir dəqiqə biz. Sülh müqaviləsi imzalamışıq. Sülh. Ona görə də bu addımlar atılmalıdır. Müəyyən qismən və bütün bu addımlarla nə şəhidlərə, nə şəhid ailələrə hörmətsizlik deyil. Cəmaatın başını, beynini bu gəlmələri işlətməklə xarab eləməyin. Bir halda ki sülh müqaviləsi imzalanmışdır, demək biz sülhə doğru getməliyik. Sülhə doğru. Bizim Ermənistandan nə qədər adamlarımız qaçqın düşüb gəlib hal-hazırda buradadır. 30 ildən yuxarıdır. Onlar yerlərinə qayıtmalıdırlar. Çox şeylər var da, indi o danışanların bir ikisi bilir bu nə mənadır. Biri də deyir ki, kimsə sifariş verib o qıza onu deməyi, bu sifariş düzgün olmayıb. Hər şeyə düzgün yanaşmaq lazımdır, düzgün münasibət bildirmək lazımdır. Biz bütün şəhidlərimizin 1 milyon erməni gəlsə, bir dənə şəhidimin dırnağına dəyişmərəm. Siz nə danışırsınız? Nə hörmətsizlik? 3-cü dəfədir, təkrar eləyirəm. Bizim o şəhidlərimizə qurban olsun bütün Ermənistan. Bizim o şəhidlərimizin şəhid olmasının nəticəsidir ki, sülh müqaviləsi bağlanıb bu günləri və biz bu sülh müqaviləsi də bağlayandan sonra sülhə doğru addımlar atmalıyıq. Heç kim demir, get qız ver, qız al ona. Bax, bura qədər. Mən istədim o bəzi adamlara fikrimi çatdırım. Yəqin ki, fikrimi tutdular ola. Onlar özləri də yaxşı bilirlər ki, bu proses bu istiqamətdə davam eləməlidir. Yalandan danışırlar ki, bəzi savadsız adamların, o siyasi savadı olmayan insanların yanında reyting qazansınlar. Ən ucuz bir reyting qazanmağa əl atıblar. Ən ucuz, ən səviyyəsiz reyting qazanırlar. Çox sağ olun. Tanrı Azərbaycanı qorusun. Tanrı Türkü qorusun.